Şimdi yine öğrenme bozukluklarına yaklaşmak üzere çocuk psikiyatrisi değil mi? Doktor Vefa Şirinova, hani aranızdan anlayabileceğiniz bir isim. Müallece ve rehabilitasyon yanaşmalarından bahsedecek özel eğitim yaklaşımları sanırım, değil mi doktor hanım? Bəli. Evet, çok teşekkür ediyoruz. Sizin de süreniz 20-25 dakika gibi deyip son 10 dakikada soruları alırız. Çalışacağım ki 10-15. Teşekkürler. Teşekkür ederim. Əvvəla hər kəs salamlayıram. Xoş gəlmisiniz. Məndən öncəki həm Ayşə xanım Qılıc Aslan çox gözəl, həm Rima xanım İbadova çox gözəl spesifik öyrənmə çətinlikləri haqqında danışdılar. Mən niyə həyəcanlandım? Düşünürəm ki, mənim üzərimə düşən biraz daha fərqli bir tərəfdən baxışdan spesifik öyrənmə çətinliklərini izah etməkdir. Məhz buna görə seçdim ki, deməli, prezentasiyamı elə seçmişəm ki, biraz əziyyət çəkək hamımız. Biraz niyə əziyyət çəkməyimizi istəyərəm? Çünki istəyərəm ki, prezentasiyamın daxilində çalışmışam. Həmən bu dislektik və disqrafik uşaqlarla necə işləmək lazımdırsa, həm onun özünü əks etdirim, həm də anlayaq ki, bu 20-25 dəqiqə ərzində ki, bu insanlar adətən necə hər gün bu proseslə və bu çətinliklə birgə üz-üzədirlər və necə yaşayırlar. Belə. Birincisi, ondan başlamaq istəyirəm ki, bütün məsələlərin lap başlanğıcında həmişə birinci anlama durur, anlatma durur və sonra anlaşılmadır. Deməli, anlama məsələsinə gəldikdə birinci biz nəyi başlayırıq anlamağa daha kiçik yaşlarda olarkən? Əlbəttə ki, səslərlə hər şey birinci eşitməyə başlayırıq. Birinci ananın səsidir, bəzən süd əmərkən uşağın özünün hətta əmmə səsidir, yəni özünün bəzən peristaltikasında mədə bağırsağının səsidir. Yəni uşaq birinci ilk olaraq özünün daxilində və kənardan gələn səslərlə inkişafa başlayır. Daha sonra isim və isimlə həmən o isimlərin eyniləşdirməsi, daha sonra artıq növbəti etaplarda bu sözlərə keçir, daha sonraki etaplarda bu cümlələr şəklinə keçir. Bu qədər qarışıq bir slaydı yazmamda səbəbim nədir ki, anlayasınız ki, bəzən onlar, yəni oxuduqları zaman və onlar sadəcə bəzən gördükləri müxtəlif yazı tipləridir. Yəni, bəzən əllə yazı tiplərini qarışdıra bilirlər. Əlbəttə ki, yazılarında belə biz bunu görməyə başlayırıq ki, çapla yazırlar, bəzən onlar başlayırlar hərfləri daha yazı şəklinə dökməyə. Hər öyrəndikləri prosesdə və dəftərlərinə adətən məktəb yaşlı uşaqlarına baxdıqda adətən bu qədər qarma-qarışıq və hər yerdə yazılan bir yazını görmək olur. Və yazılar bəzən olur, yenə deyirəm, çap şəklində olur, bəzən bu yazı şəklinə keçir, bəzən də daha qarışıq bir şəkil almağa başlayır. Deməli, disleksiya ümumiyyətlə Rima xanım danışdığına görə artıq bu məqamlara toxunmayacağım. Sadəcə onu demək istəyirəm ki, yəqin ki, Brok və Wernicke mərkəzinin çox böyük önəmi var. Bir dənə məqam keçmək istəyirəm ki, məsələn, Brok mərkəzində o bilir ki, nə danışmaq lazımdır. Wernickedə isə ümumiyyətlə anlamada olan problemdir. Ümumiyyətlə, spesifik öyrənmə çətinliklərinə gəldikdə 3 yerə bölünürlər. Bunlar dis bilirsiniz ki, yəni pozulmadır, A olmamasıdır. Məsələn, aleksiya oxumanın çətin olmamasıdır. Dis isə pozulmasıdır. Bu 3 yerə bölünür. Dis deməli liksiya, yəni oxumada çətinlik, diskalkuliya, yəni kalkulis saymaqdır sözündən götürülür və disqrafiya, qrafos yazmaq sözündən götürülür. Deməli, daha sonra genetik amilləri əsas gətirirlər. Ümumiyyətlə, Ayşən xanım deməli, gördük, onda da həm məqalələrdə də kəsintilərdən vermişdi. Orada qohumlar arasında 8-10 qat daha çox yüksək risk faktorları olur. Məsəl üçün, bir uşaq gəldiyi zaman, uşağı diaqnostik etdiyimiz zaman valideyn mütləq deyir ki, məndə də belədir ki, elə mən heç bunu bilmirdim özümdə də bu problemin bu cür olduğunu. Ümumiyyətlə, disleksiya, diskalkuliya, disqrafiya bunların hamısının üzərində onları işlənmə metodikasına görə müxtəlif nəzəriyyələr var. O nəzəriyyələrdən kognitiv nəzəriyyə var, duyğusal nəzəriyyələr var və neyrofizioloji nəzəriyyələr var və əlbəttə ki, davranışsal nəzəriyyələr var. Birinci, onların bu prosesin anlamasında, daha sonra isə
bu nəzəriyyələri götürərəkdən praktik olaraq onlarla işləmə yolunu çizə bilərik. Deməli, birincisi disleksiya və diskalkuliya və disqrafiya haqqında nə demək istəyirəm? Əlbəttə ki, informasiyanın birinci yada alma prosesidir. Hansı ki, biz informasiyanın yada alma prosesi duyğu orqanlarımızdan baş verir. Bu uşaqlarda ən böyük, deməli, bunu mütləq vurğulamaq lazımdır ki, onların intellektual səviyyəsindən heç bir problem yaşanmırıq. Yəni, uşaq gəlir, intellektual səviyyəsi çox yaxşıdır. Uşaq özü haqqında, ətrafı haqqında, qohumları haqqında, məktəb haqqında, dostları haqqında geniş, yaxşı informasiya verə bilər. Amma sırf yazıya gəldiyimiz zaman, sırf bir kitab oxutduğumuz zaman onun nə qədər çətinlik yaşadığını görə bilirik. Və deməli, Ayşə xanım göstərdiyi kimi Percy haqqında danışdı. 14 yaşlı bir oğlan. Niyə 14 yaşlı? Yəni ki, bu istər 8 yaşında, istər 6 yaşında, istər 14 yaşında eyni cürə təzahür edir. Yəni, 2-ci sinifdə oxuyan bir uşaq gəlir və 8-ci sinifdə oxuyan bir uşaq gəlir. Onların oxuma tezliyi, əgər onlar lazımi olar bir təlimlər keçməyiblərsə, demək olar ki, eyni səviyyədə olur. Həmçinin onların yazıları belə təlim keçilməyiblərsə və məşğul olunmayıblarsa, onlar belə eyni səviyyədə olur və bu uşaqların əvvəllərdə məktəbləri ümumiyyətlə 7-ci sinifdə, 6-cı sinifdə, 8-ci siniflərdə ən çox bitirmə ehtimalları daha yüksək olurdu. Çünki bu uşaqlar oxuma və yazma onlar üçün dəhşətli görsənirdi və mümkünsüz görsənirdi. Deməli, birincisi biz nəyə diqqət etməliyik ki, uşağın əlbəttə ki, əqli cəhətdən heç bir problemi olmamalıdır. İkincisi, digər diqqət əksiliyi, hiperaktivliyi pozuntusu, digər ümumiyyətlə spesifik öyrənmə çətinliyi neyroinkişaf pozuntularına daxil olduğuna görə yanaşı olaraq komorbid dediyimiz diqqət əksiliyi, hiperaktivliyi pozuntusu və digər öyrənmə, məsəl üçün, sırf oxumanın pozuntusu, sırf yazının pozuntusundan və yəni davranışsal pozuntularla böyük bir fərqi vardır. Yəni diferensiyasiyası nəyə nəzərə almaq lazımdır? Onların heç biri olmaması gərəkdir. Yəni 6 ay müddətinə davam eləməsi lazımdır. Onlarda deməli hərfin 6 ay müddətində deməli nələr olmalıdır? Oxumada çətinlik olmalıdır və səhv oxuma olmalıdır. Onlarda oxuduğunu anlama prosesində çətinlik olmalıdır. Amma DSM-5 kriteriyalarında sırf oxumanı anlama çətinliyi ilə bağlı çoxlu fərqli düşüncələr var ki, oxumanın anlama prosesi spesifik öyrənmə çətinliyinə aid olmamalıdır. Amma daha sonralar müxtəlif araşdırmalardan sonra hansı ki, bu deməli aparılmışdı Washington'da. Ondan sonra yəni daxil edildi ki, xeyr, anlamanın da pozulması spesifik öyrənmə çətinliklərinə daxildir. Oxuduğunu deməli hərf qarışdırmadır. Hərf qarışdırma nə şəklində olmağa başlayır? Məhz Azərbaycan dilində desək, bu hərflər adətən güzgü effekti şəklindədir. Məsəl üçün, ə hərfidirsə, e hərfi ilə qarışdırıla bilər. B hərfidirsə, d hərfi ilə qarışdırıla bilər. Ən çox bizim rastlaşdığımız U, Ü, O, yəni bənzər hərflər və rəqəmlər arasında da daha çox güzgü effekti olan hansı ki 2-5 şəklində və daha çox 7-4 və 7-2 arasında olan çətinliklər olur. Cümlənin yazılı ifadədə olan çətinliklər nələrdir? Yazı şəkli bir cürə başlaya bilər, yazı tamamən itə bilər və abzasdan ümumiyyətlə oxumaq çox çətin olur və sırf bunun üçün onlara oxuma rəngli adlı bir xətkeşlər olur, hansı ki qoyulur və oxumanı izləməsi üçün onlara köməkçi olur. Adətən seçilib ki, göy rəng bu oxuma problemlərində daha çox dəstəkçi və köməkçi olur. Həmçinin oxumaları üçün onlara profilaktik olaraq kitablarında və yaxud da dəftərlərində rəngli qeydlərin mütləq olması gərəklidir. Akademik bacarıqları aşkar gerilik görə bilirik. Bunlar hamısı nəyə görədir? Çünki ümumiyyətlə oxuma və yazma çətinliyi olduğu təqdirdə əlbəttə ki, akademik bacarıqlar da geriyə qalacaqdır. Biz lap ilk gün o həmən mətin korluğu haqqında və Pringle-Morgan haqqında anadan gəlmə söz korluqları haqqında bayaq danışdığına görə. Bu bölümleri biraz hızlı geçelim mi? Ona görə bunun üzərində çox qalmayacağım. Çünki bu artıq danışılmış bir mövzudur.
Burada bir şey diqqətinizə saxlamaq istəyirəm ki, məsəl üçün onların gördükləri yazı şəkli təxminən bu cürə ola bilər. Yəni onlar yazını oxuya bilərlər və bir müddət sonra yazılar və sözlər bir-birinin üstünə bu cürə qarışıq bir şəkildə otura bilir və artıq seçə bilmir. Hansı sözdür, cümlə harda bitir, o biri sözdür harda başlaya bilir. Deməli, nələr olur adətən? Yaddaşda olan çətinliklərdə rast gələ bilirik biz tez-tez. Diqqət, qavrama və konsentrasiya problemləri əlbəttə ki, cümlələrin və yaxud da nitqinin strukturluluğu itməyə başlayır. Necə ki, mənim bugünkü çıxışımın strukturluğu bu qədər itmiş və qarışmış bir şəkildədir. Məhz bunu göstərməyə çalışdım, ən sonda da bunu vurğulayacağam. Motor inkişafda olan çətinliklərdir və psixososial çətinliklərdir əlbəttə ki. Müayinə zamanı bir case qısa olaraq danışmaq istəyərəm. Müayinə zamanı gələn bir qız uşağı, hansı ki 6 il öncə gəlibdi. Onda oxuyurdu 2-ci sinifdə. Uşaq yazır, amma yazdığını özü cümlələr deyilir, yazır. Bir müddət sonra yazdığını özü təzədən oxuya bilmir. Yazdığının, nə yazdığının məğzini və mətnini soruşduqda mütləq özü yazdığına baxıb və o cürə cavab verməyə çalışır. Çünki özünü yazdığını beynində belə formalaşdıra bilmir. Və illər keçir, onun bir 6 il sonra öz yazdığını təzədən özünə göstərdim və özünə başladı ağlamağa. Çünki nə qədər böyük bir fərqi və dəyişkənliyini artıq anlamağa başlamışdı. Çünki məşq elədikcə, yəni məşğul olduqca bu proseslər hamısı əlbəttə ki, düzəlir. Normalda 20 yaşlara qədər, bu ömür boyu davam edən bir prosesdir. Neyroinkişaf pozuntularına daxil olur, spesifik öyrənmə çətinliyi. Amma 20 yaşlarına doğru bu təxminən bir proses olaraq 70-80% hallarda demək olar ki, toparlanır və ən azından əgər əlbəttə ki, daxili faktorlar və xarici faktorlar qorunarsa bunun toparlanmağı daha çox gözünə görsənən olur. Növbəti etapda deməli nələrdir? Ən çox çaşdırdıqları, mən digərinə qayıtmaq istəyirəm, dostların adlarını bəzən unuda bilərlər. Dostlar anlamır ki, yəni necə mənim adımı soruşur ki, sən adın bağışlayı necə idi? Yəni bu ağlasılmaz bir şey olur bəzən. Şeir əzbərləmə ümumiyyətlə zülümlüdür və dəhşətlidir. Məsələn, siz ona dostu, kimsə ona şeiri əzbərləyə bilər. Məsələn, özü kimsə dostu lövhəyə çıxa bilər, şeiri danışa bilər və o şeir onun xoşuna məhz gəlibsə və onun məğzini anlaya bilibsə, o şeiri sadəcə öz sözlərindən sadalaya bilər. Amma şeir öyrənmə prosesi mümkünsüz bir prosesdir. Bəzən atalar sözlərini anlamasında çətinliklər olur və şəhərlərin, məsəl üçün, xaricə gəzə bilərlər və şəhərlərə gedə bilərlər və amma soruşduqda bir şəhərin adını yadda saxlaya bilməz, bir ölkənin getdiyi təəssüflər olsun, heç bir məqamını yadda saxlaya bilməz və böyüdü və yetkin olduğu bir dönəmlərdə bu əlbəttə ki, ətrafdakılar tərəfindən ümumiyyətlə anlaşılmır ki, sakit biridir, mədəni biridir, xarici gedir, dünyanı gəzir. Niyə axı bu getdiyi bir yerləri sadalaya bilmir? Həftənin günlərini soruşduğumuz zaman ən çox rast gəldiyimiz necədir? Məktəb vaxtdan və uşaq vaxtdan gündəliyi necə yadında qalıbsa, məsələn, gündəliyin ardıcıllığı 1-ci gün, 2-ci gün, 3-cü gün, növbəti tərəfdə 4, 5, 6 və bazar hardasa ortada yoxdur və adətən deyəndə 4-cü gün, o ancaq 4-cü günü həmən gün kimi xatırlaması daha çox diqqətini çəlqidir. Biraz toparlayıp tedaviye gelelim mi? Klinik belirtiler anlatılmıştı ya. Aha. Okey. Əsas deməli məsələlərdə qavramlarda olan çətinliklərdir. Məsəl üçün rəngləri bəzən anlamada çətinliklər ola bilər, bəzən rəngləri sezməyə bilərlər. Rəqəmlər və hərflər arasında dedim, bəzən səhər və axşamda olan problemlər olur, sağ və solda olan problemlər olur. Müayinə zamanı ilk biz hər zaman bir saat şəkli çəkdirərik. Adətən saat sifirbatı fərqli çəkilmiş olur. Yəqin ki, nevroloji bir problemlərdə və kognitiv funksiyaları enmiş biz deməli demensiya da çox vaxtı bunu aşkar edirik. Hansı ki, ya rəqəmlər sifirbatın xaricində yazılır, ya rəqəmlərin yerləri sürüşdürür. Ümumiyyətlə, saat anlayışı, hansı ki, bu daha çox, doktor, olar mən 17-10 kimi bunu yazım. Yəni, 6 işləmiş onu heç cürə anlayıb və onu çəkmək çox çətin olur. Deməli, bunları işləmək üçün deməli, ən çox biz
necə kömək ola bilərik və necə dəstək ola bilərik? Birincisi, süni intellektlə uyğunlaşdırılmış öyrənmə sistemləri vardır. Hansı ki, spesifik öyrənmə çətinliklərini bu cürə yazıları fərqli çıxartmağa başlayır və yazılar nə qədər fərqli çıxmağa başlayırsa, diqqətini daha çox konsentrə etməyə öyrədir. Və biz ümumiyyətlə öyrənmə prosesini daha kiçik yaşlı uşaqlardırsa, biz mütləq həmən o duyğu orqanlarımızın hamısını istifadə edərəkdən başlamağımız lazımdır. Məsəl üçün, hərflərdirsə, rəqəmlərdirsə, çünki birinci fonematik qabiliyyətdə, yəni orada problem başlayır. Biz birinci səs olaraq öyrətməyə başlamalıyıq. İlkin olaraq nədən başlayırıq? Plastilinlər və yaxud da bu kəndirlər ola bilər, hansı ki biz həmən hərfləri, həmən rəqəmləri həmən plastilinlə düzəltdirib, həm toxunuşunu, həm rəngini, həm fəzada görməsini yaxşılaşdıra bilərik. Həmçinin deməli bir təsdiqini tapmış bir maraqlı məqalə var. 2130 nəfər arasında aparılıbdır. Deməli Ankarada sırf rəqs olaraq disleksi, disqrafi və diskalkuli problemlərinin çözüm yolları kimi də göstərilibdir. Rəqs necə olur? Biz həmişə valideynlərə izah edirəm ki, rəqs zalında mütləq güzgü olur və bir rəqqas olur. Həmən rəqqas oynadıqca sizin uşaq həmən rəqqasın məsəl üçün arxa fondan, güzgüdən görünüşünü öyrənməyə çalışır. Avtomatik olaraq beyində sağ və sol yarım kürə birgə çalışmağa başlayır. Həmçinin temp var orada və musiqi var. Yəni eyni anda beynin bütün yarım kürələri aktiv işləyərəkdən həm səsi eşidir, həm temp eşidir, həm də güzgüdən əksini görərəkdən beynin maksimal olaraq fəaliyyətini cəmləşdirməyə çalışırlar. Həmçinin tenis ola bilər bu. Bu stolüstü tenis ən yaxşı vasitələrdən biridir. İlk növbədə valideynlərə məsləhət gördüklərimiz ki, birincisi həmən o raketka ilə topu uşaq sağ və sol əlinə sadəcə vurmağı öyrənməlidir. Yəni bəzən yerə əvvəl böyükdürsə və çətindirsə, alınmırsa daha böyük toplardan başlayıb daha sonra daha kiçik toplara kiçildəcək dərəcədə olmalıdır. Çox maraqlı və neyrofeedbacklə bağlı olan bir araşdırma vardır. Onu daha kiçik hərflərlə yazmağa çalışdım. Deməli, burada neyrofeedbackin icra funksiyasında təlimlərlə bağlı bir məqamlar vardı. Maraqlı məqamdır. Ümumiyyətlə, deməli, çoxlu test araşdırmaları vardı və onlayn üzərindən də siz rahatlıqla disleksi problemlərinizi olub-olmadığını görmək üçün həm uşaqlar üçün, həm böyüklər üçün testlərdən girib keçə bilərsiniz. Amma bütün dünyada qəbul olunmuş ümumiyyətlə əlbəttə ki, Wechsler'ın zəka testidir, hansı ki, həmən məqamlarda da istər yazını, istər oxumanı yoxlayırlar. Həmçinin ümumiyyətlə danışmaq istəyirəm ki, bu multidisiplinar bir komanda toplantısı olmalıdır. Yəni, mütləq bir nevroloq olmalıdır, mütləq bir psixiatrın baxışı olmalıdır, mütləq pedaqoqun baxışı olmalıdır. Bəzən sual verirlər ki, disleksi problemi, disqrafi problemi bu daha çox psixoloqların mı işləyəcəyi bir məqamdır, yoxsa bu daha çox logopedik bir problemdirmi? Əlbəttə ki, birinci bu başlanılır ailəni məlumatlandırmadan. Ailə anlamalıdır ki, ilk olaraq uşaq üçün hansı ortamı və necə qurmalıdır və ümumiyyətlə bu uşaqlara daha fərqli yanaşmaq lazımdır. Birinci ailənin psixoedukasiyasından başlayır. Daha sonra logopedik olaraq əlbəttə ki, uşağın həmən səsləri eşitməsi və qavraması, həmən mərkəzlərin möhkəmləndirilməsi, daha sonra isə bu daha çox pedaqoji bir məşğələlərə cəlb olunma prosesidir. Həmçinin rəqsi unutmamalıyıq, həmçinin nəyi unutmamalıyıq? Mütləq məktəbdə olan müəllimləri məlumatlandırmağımız lazımdır ki, bu uşaqlara biraz daha çox zaman gərəkdir. Bu uşaqlara biraz daha fərqli yanaşma tərzi gərəkdir. Çünki bütün dünyada qəbul olunmuş, məsəl üçün, SAT imtahanlarında belə bu uşaqlara əlavə 20 dəqiqə zaman tanınır və çünki orada listening vardır, hansı ki, bu uşaqlar eşitdikləri zaman anlamada çətinlik və problem yaşayırlar deyən və yaxud da onlara bəzən əlavə olaraq bir planşetin və planşetdə olan bəzən məsəl üçün nöqtələrin belə rəngli olması, klaviaturanın rəngli olması diqqət yetirilir. Kaş ki, məktəblərdə də bəzən sinif daxili və ümumiyyətlə məktəb, çünki biz statistikaya da baxdıqda görürük ki, 5-7% bu az deyil. Bir məktəbdə, bir sinifdə 5-7% olan uşaqlardan artıq etibarən bir yeni sinif toplamaq olar.
hansı ki həmən uşaqlar, həmən siniflər onlar üçün uyğunlaşdırıla bilər. İstər sinifin rəngləri, istər interaktiv lövhələrdə keçirilən dərslərin qaydaları. Ümumiyyətlə bundan başqa nəyi danışmaq istəyərdim? Rəqəmsal skrining alətləri vardır, tablet əsaslı bunları dedik. Bir onu demək istəyərəm ki, spesifik öyrənmə pozuntusunda olan çətinliklərdən ən əsası da odur ki, diqqətim dağıldığına görə beynimi geri qaytarmağa çalışacağam. Deməli, ümumiyyətlə ən böyük problemlərdən biri də odur ki, yəqin ki, spesifik öyrənmə çətinliklərində olan uşaqları valideynlər daha tez oxutdurmağa və məktəb prosesinə və tədris prosesinə daha tez cəlb etməyə çalışırlar. Bu isə bizim ən böyük çətinliklərimizdən biridir. Böyük ehtimal ki, bu çətinliyi toparlamaq üçün maraqlı bir deməli tədqiqat aparıblar və görüblər ki, hansı qruplarda ki, onlar yaxşı oxuduqca, onlar yaxşı yazdıqca yersiz və çox mükafatlandırma olmur və sadəcə bu normalizə bir proses kimi qəbul olunur, o uşaqlar daha yaxşı nəticə verirlər. Və ən böyük problemlərdən biri bəzən nə olur ki, bu uşaqlara sırf surətlə bağlı, məsəl üçün oxuma surəti deyə bir məktəblərdə yəqin ki, 1-ci və 2-ci siniflərdə ən çox rastlaşdığımız problem olur ki, bir dəqiqə ərzində 57 dənə söz deməlidir və yaxud da 28 dənə söz deməlidir. Bu uşaqların ən böyük problemlərindən biri həmən tipik uşaqlara bundan eyniləşdirilməsidir. Və əziz burada olan pedaqoqlar və psixoloq, logopedlər kim ki, bu uşaqlarla çalışır, yəni təsdiq olunmuşdur ki, onlara yersiz olaraq pekişdirici ki, sən bugün necə surətli oxudun, sən bugün necə yaxşı, məsəl üçün sözü düzgün yazdın, bunu etməkdənsə normalizə, yəni onun adi halıymış kimi etdiyimiz zaman nəticələrimiz daha yaxşı olur. Bəzən deyilir ki, daha çox oxumalıdır və daha çox yazmalıdır. Daha çoxlar sözünü kənara qoyaraqdan sadəcə yəni oxumalıdır və yazmalıdır, amma bunların miqdarı daha az olub, amma keyfiyyəti daha çox olması lazımdır. Məsəl üçün, daha çox kitab oxumaqdansa, daha az kitab oxuya bilər, amma oxuduğunu anlama, ifadə etmə və zaman-zaman yenidən həmən oxuduğuna qayıdaraqdan həmən anlam prosesini daha da genişdirməsi ilə biz daha yaxşı nəticələrə sahib ola bilərik. Yəni, dediyim odur ki, bir uşağa nağıl oxunursa, hər gün bir yeni nağıl oxumaqdansa 10 gün ərzində ancaq eyni nağıl oxunması ki, uşaq bir müddətdən sonra onun anlaması və sözəl ifadəsi və onun səs, daha sonra heca, daha sonra söz və cümləyə keçmə şəklini daha yaxşı anlamaları lazımdır. Ona görə də söhbət hər zaman keyfiyyət deyil də kəmiyyətdən getməlidir. Yəni, sırf bu uşaqlarda. Diqqətiniz üçün təşəkkür edirəm. Evet, Doktor Vefa Şirinova'ya da çok teşekkür ederiz. Özel öğrenme güçlüğü paneli bu şekilde tamamlamış oluyoruz. Biliyorum çok acıktınız. Ancak hani bu konuyu amacılarımıza sorularınız varsa, kendi klinik deneyim katkılarınız varsa dinlemek isteriz. Bir de hani Vefa hocam siz hani nörofeedback yapıyorsanız hani sizin kendi klinik paylaşımlarınızı da dinlemek isteriz. Hani ondan da bahsettiğiniz için teşekkürler. Etmirik və təəssüflər olsun bunu yəni deyəcəm yəqin. Yəni bunu niyə göstərməliydim? Çünki 2024-cü il yeni araşdırmadır və biz yeniliklərdən danışırıqsa mütləq bunları çəkməliyik, amma biz bunu yəni dəstəkləmirik, yəni neurofeedbacki və bizdə klinikada bu yoxdur və mənim üçün də maraqlıdır bu nəticələr necə sonlanacaqdır. Sorusu olan varsa buyurun. Bir de arkadan var, bir de buradan var. Evet. Vəfa xanım, çox sağ olun. Çox mənalı bir məruzə idi, çox maraqlı idi. Sizin həkim kimi təcrübəniz var və bir sualım olacaq sizə. Yanaşma farmakoterapiya istifadə olunur yoxsa yox? Gülxan, bayaq məsəl üçün diqqətimi çəkdi Rima xanım da danışdığı zaman ki, adətən biz disleksi və ümumiyyətlə afazi problemlərini məsəl üçün işemik insultlarda da və hər hansı bir beynin digər zədələnmələrində də görə bilirik. Və burada məsələ ikinci sual ortaya çıxır ki, bəs məsəl üçün bu dönəmdə əgər bu da eyni problemdirsə, niyə nootroplardan istifadə etməyək?
Yəni sırf spesifik öyrənmə çətinliyi üzərində olunan, yəni elmi təsdiqi olmuş, yəni sırf ki, nootroplar məsəl üçün verdiyimiz zaman biz yaxşı nəticə alırıq, belə bir nəticəmiz yoxdur. Və bu araşdırmaları çox araşdırdım. Mənim üçün də çox maraqlı idi ki, əsasən də hamımızın bildiyimiz, məsəl üçün bəzən korteksin olur, hansı ki, ruslarda isə maraqlı belə bir araşdırma var ki, sırf disleksi üçün, ümumiyyətlə Nik və Brok və Wernicke mərkəzlərinə də sırf korteksinin bir müddət qəbulu, 2-3 kurs qəbulu çox yaxşı nəticə verir. Amma elmi bir əsasını... Elmi sübutu yoxdur. Hə, elmi sübutu yoxdur, təəssüflər olsun. Bu mütləq psixopedaqoji bir məşğələlər nəticəsi hər zaman daha möhkəm və qüvvədə qalan olur. Mənim sırf praktikamda mən yanaşı olaraq bir spesifik öyrənmə çətinlikləri həmişə diqqət əksiliyi hiperaktivliyinin pozuntusu ilə yanaşı çox görürük. Yəni, sırf diqqət əksiliyi hiperaktivliyi pozuntusu olan uşaqların dərman müalicəsini başladığımız zaman spesifik öyrənmə çətinliyi olan uşaqlar daha yaxşı toparlanırlar. Bax, bu var. Bunun elmi əsası da var. Razıyam. Təşəkkür edirəm. Teşekkür ederim. Gül Hanım'ın sorusu vardı. Bir de arkadan var. Hı hı. Buradan da sırayla. Çox sağ olun Vəfa xanım. Sualım sizə, disleksi sonradan yaranırmı, yoxsa bu uşaqlıqdan gələn bir problemmidir? İkinci sualım da bu irsi ola bilərmi? Yəni evladlara keçə bilərmi disleksi? Bəli, Gülxan. Çox Bu sağ olun. neyroinkişaf pozuntusudur. Anadan gəlmə, yəni neyroinkişaf pozuntuları ümumiyyətlə, yəni uşağın ana bətnində olduğu və dünyaya gəldiyi müddətdən yaranan bir pozuntular sırasındadır. Bəli, spesifik öyrənmə çətinliyi, amma təzahürünü biz sadəcə uşaq məktəbə getdiyi dönəmlərdə daha çox görməyə başlayırıq. Mütləq ailədə iki dillilik varmı, yoxdurmu bunu araşdırırıq. Çünki bəzən olur ki, iki dilli olan və bəzən üç dilli hətta ailələrdə uşaqlarda bunu yanı sıra tez-tez görə bilirik. Genetik xarakter daşıyırmı? Bəli, genetik xarakter daşıyır. Uşaqlarınızda ola bilərmi? Olma ehtimalı var. Ona görə uşaqlarınızla bol-bol plastilindən oynayacaqsınız, rəqs edəcəksiniz və tenis oynayacaqsınız. Arkadan soru vardı. Bu arada tüm 3 konuşmacıya da yönelik olabilir sorularımız. Ha, Sizi bəli, terletmeyelim. Yormayalım anlamında Türkçe. Öncelikle teşekkür ederim Vəfa xanımın sunumuna Çünkü göre. farklılıklar olabiliyor. Yanlış anlaşılma olsun istemem. Hani Teşekkür edirəm Vəfa xanıma sunumuna görə. Bundan öncə əslində Rima xanıma ünvanlamaq istəyirdim sualımı, amma qismət olmadı. Əslində düşünürəm ki, həm nevroloq, həm psixiatr olaraq cavab ola bilər sualıma. Aha, okey. Bildiyimiz kimi... Rima Hanım'a değil mi? Evet. Fərq etməz. Əslində hər ikisinin cavabını merak edirəm. Mən aktiv olaraq bütün nevroinkişaf pozuntulu uşaqlarla psixopedaqoji sahədə çalışıram. Artıq 10 ildir demək olar. Və öz praktika zamanı daha çox, bayaq siz beynin xüsusiyyətlərini orada sunum etdiniz bizə. Daha çox nəzərə çarpan və daha çox problem üzləşdiyimiz beyin emal sürətinin zəif olmasıdır. Məsələn, bəzən hətta mən düşünürəm ki, biz düzdür buna dair bir çox çalışmalar, tapşırıqlar yəni tətbiq edirik, amma mənə çox maraqlıdır hər zaman. Deməli, nevroloji baxımdan və yaxud da psixiatrik bir dərman, müdaxilə, hər hansısa bir yanaşma varmı? Hansı ki, beyin emal sürətini daha aktiv, yəni çox zəif olduğuna görə, yəni daha belə onu tezləşdirmək kimi. Sualım bundan ibarətdir. Vəfa xanım cavablamaq istəyirsiniz ilkin olaraq? Yəni dərman müalicəsi olaraq mənə çox maraqlıdır. Bunu Rima mümkündür xanım, mən. buyurun siz. Yəni beyin sürətləndirən... Bəli, beyin emal sürətini. Valla açığı Yəni orada- temporal lob bayaq dediniz Bildim, siz. bildim. Bəli. Onun sürətləndirən dərman əgər diqqət və konsentrasiyaya bağlı bir problemdirsə, yenə psixiatrik dərmanlardır. Orada Yasəmən xanım ətraflı izah elədi, müalicəsində olan dərmanlardan istifadə edir. Söhbət nootrop və ya alternativ müalicədən gedirsə, sübuta yetirilən belə bir nootrop dərman yoxdur. Sadəcə bəzi son yazılarda bir tək piracetamın adı keçir ki, yüksək dozada birazca təsir edə bilər. Amma xüsusi bir bizim tərəfimizdən, əgər ona təsir edəcək hər hansı bir orqanik patologiya, yenə mən danışdım tam epileptik afaziya, Bəli, hansılar ki, onlar da ləngidə bilər. Təbii ki, orada müalicə lazımdır, yəni simptoma yönəlik
müalicə lazımdır. Amma başqa bir elə bir orqanik bir patologiya yoxdursa, biz nevroloji yöndən müalicə etmirik. Yəni yoxdur elə bir müalicə. Keşke olsa bütün valideynlər Anladım. məmnun qalar onda. Təşəkkür edirəm. Sağ olun. Mən də dünən qaça-qaçla bir Mauzla 15-ci çıxıbdı. Onu vərəqlədim. 14-də piratstamı görürdük. 15-də axtardım, tapa bilmədim. Ya mən diqqətsizliyimə görə yaxşı axtarmamışam, amma görə bilmədim, təəssüflər olsun 15-də. Təşəkkür edirəm Vəfa. Önemli değil. Teşekkür ederiz. Bir de burada soru vardı. Mikrofonu arayalım. Sorunuz kime yönelikse baştan onu da söylerseniz. Salam, hər birinizi salamlayıram. Çox sağ olun bu konqresi təşkil etdiyiniz üçün. Dəyərli həkimlərimiz, əslində Vəfa xanıma da sualım həm Vəfa xanıma ola bilər, həm də Rima xanıma. Vəfa xanım, siz dediniz Rima məktəbə xanım qədər gəlin də yaşlı bura. uşaqda əgər intellektual səviyyəsi yaşına uyğundur, yəni sual verəndə cavablandırır, dostlarını, ailə üzvlərini tanıyır, oyunları qaydasındadır. Lakin şifahi nitqi anlamaqla bağlı problem var. Yəni tapşırıqlarda daha çox, yəni ondan nə istənildiyini başa düşməkdə çətinlik çəkir. Bu daha çox nəyə bağlı problem ola bilər? Yəni orada diqqətə mi bağlı problem olar, yoxsa öyrənmə güclüyünə bağlı problem ola bilər? Sırf məktəbə qədər yaşda, 5-6 yaş aralıqlı uşaqlarda. Hə, siz diferensiasiyasını soruşursunuz. 5-6 yaşlarda Bəli. necə ola bilər? 5-6 yaşlı uşaqlar adətən gələrkən biz spesifik öyrənmə çətinliyi diaqnozu səsləndirmirik. Nəyə görə? Çünki hələ uşaqdır, hələ məktəbə getməyibdir. Çünki biz hətta məktəbin 1-ci sinifində belə biraz gözləməyə alırıq. Çünki biz daha çox, çünki 1-ci sinifin sonuna qədər əvvəllər məktəb 7 yaşından idi. 7 yaşından olarkən bizim elə bil daha işimiz daha yaxşı yüngüllənmişdi. Uşaqlar daha yəni belə deyək də bir orqanik olaraq proseslər daha yaxşı, daha düzgün inkişaf edirdi, daha yaxşı zamanlaması düzgün olurdu. Amma indi uşaqlar məktəbə 6 yaşdan getdiklərinə görə və bizim artıq 2 dilli deyil, 3 dillilik olur da bəzən 1-ci sinifdən ingilis dili başlayırlar. Məsəl üçün yanaşı olaraq uşaq rus bölməsinə gedir, amma ailə Azərbaycan dillidir. Bu problemlər yaşanır. 1-ci sinifin sonuna qədər biz hər zaman gözləməyə və müşahidəyə alırıq. Ailəyə də məsləhətlər veririk ki, məsəl üçün daha diqqətli olun, evdə bunlardan çalışın, evdə bunları etməyə çalışın. Məsələn, sağ-sol hərəkətlər, daha çox beyin işləmələrini birgə etməyinizi çalışın. Evdə şəkil çəkərkən və yaxud da evdə bir nəynəsə oynadıqları zaman və yaxud da hər hansı bir idmana yönəltməyə çalışırıq ki, yəni 1-ci sinifin sonuna və 2-ci siniflərə qədər toparlansın. Yox, 2-ci siniflərdə artıq uşaq gəlir və sinifdəki olan digər uşaqlardan artıq bəlli qədər, bəs qədər bir fərqi varsa, məsəl üçün oxuma sürəti çox aşağıdırsa və oxuduğunu anlamır və ağlayırsa, məsələn 1-ci sinifdən hələ bir dənə də şeiri əzbərləyə bilməyibsə, artıq 2-ci sinifə keçibdə, amma yenə də əlifbadakı olan hərfləri sona qədər tanıyıb və bitirə bilməyibsə, biz rəqəm yazdırdığımız zaman rəqəmləri hələ də güzgü effektindən tərsinə yazırsa, bu artıq bu diaqnozu qoymağa bizə zəmin yaradır. Amma siz dediyiniz 5-6 yaşlarda olan uşaqlar, yəni biz onları diqqət əksiliyyi, hiperaktivlik pozuntu, yəni sırf diqqət əksikliyindən də ola bilərmi nələrisə başa düşməməsi, yəni diqqətini verə bilməməsi, siz bunu oyun prosesində yoxlaya bilərsiniz. Əgər siz oyun prosesində onu oyuna cəlb eləyə bilib və oyunun qaydalarını ona başa salandan sonra o maraqlıdırsa oyuna, rahatlıqla oynaya bilirsə, demək ki, daha çox uşağın diqqət əksikliyi problemi var. Amma yox, siz oyun nə qədər ona maraqlı gəlsə də, siz dönə-dönə 5-6 yaşlı uşağa eyni oyunun qaydalarını izah etməyinizə baxmayaraqdan onun gözündə məyusluq görürsünüzsə, məyusluq daha çox, yəni anlamıram mən səni. Yəni mən oynamaq istəyirəm, amma oynaya bilmirəm. Mən anlamıram sən nə deyirsən. Bu daha çox spesifik öyrənmə çətinliyi ola biləcək və olma ehtimalını artırır. Yəni Çox sırf sağ olun. mənim öz praktikamdan. Çox sağ olun, təşəkkür Siz də edirəm. sağ olun. Tamam. Evet, Ayşe hocamdan da cevap alıp sonra sonlandıralım. Artık Teşekkür yemeğe ederim. Çok geçilecek programda çok sarkarak gidiyor. Uzatmayacağım. O yüzden şimdiden 40 dakika sarktı. Şimdi Doktor Vefa Hanım tabii ki de tanı noktasında hani okula başlama, ödev yapma belli süreçlere bahsetti ama bazı riskli vakalar konusunda daha erken yaşta da uyanık olmamız gerekiyor. Çünkü büyük bir oranda genetik baskınlığı olan bir durum dedik. Hani anne babalarda buna yönelik bir risk varsa ya da kardeşte, abide vesaire hani bu işte ödev başına oturmayı beklemememiz gerekiyor. Çünkü bu çocukların bir kısmında evet
üçte ikisinde konuşma gecikmesi, kendini ifade zorlukları olabiliyor. Ama bir kısmında çok daha hafif şeyler oluyor. Ya da ne bileyim hani masa başında sayıları yazarken, örneğin Türkiye'de okul öncesi dönemde harflerden önce ana sınıfında birden 10'a kadar yazma, söyleme, tanımlama ile ilgili bir süreç okul olgunluğu için önemli. Yani hani bu çocuklar örneğin hani sayabilse de yazamıyor. 3'ü gördüğü zaman 3 diyemiyor. Bu zorlu olan çocuklar, dille ilgili farklı tuhaflıkları varsa, aile hikayesinde varsa ne ihtiyacı? Oturup da direkt disleksi tanısı konmuş bir çocuğa verilen eğitim gibi değil. Ama ifadeyle ilgili bir zorluğu varsa buna yönelik. İnce motor problemi varsa, çünkü bu çocuk 6 ay sonra A, E, İ yazmaya başlayacak ve o zaman sorun ortaya çıkacak. Sorunun ortaya çıkmasını beklemeden kaba motorla ilgili, hareketle, dengeyle, koordinasyonla ilgili, çünkü bu çocuklar teneffüs saatinde diğer çocuklarla oyunun bir parçası olabilecekler mi, olamayacaklar mı? O anlamda sadece net DSM'ye göre tanının konulacağı zamanları beklemek bazen bu çocuklar için geç oluyor ve o anlamda okul öncesi dönemde 6-7 ayda toparlanan ve gerçekten süreci çok daha zor gitmesini öngördüğünüz halde çok daha iyi bir başlangıç yapan, biliyorsunuz 1. sınıfa nasıl başlarsanız okulla ilgili izleniminiz, etrafın size tepkisi bir noktada da devamlılık gösterdiği için bence tanıyı netleştirmeden müdahale, uygun müdahaleleri, her şeyi vermek değil, ne eksikse, neyin sorun olmasını bekliyorsunuz, ona yönelik bir yaklaşım uygun olur. Evet, teşekkür ederiz. Sanırım sarkma duyurusunu Orhan Hocam bizle paylaşacak. Şimdiden Teşekkür afiyet ederim. olsun. Teşekkür ederim hocam. Alkışlarımızla hocam. Buyurun yerinize.